8 martdır Jaləcan. Qarşında dayanmışam. Əllərimdə gücsə səhər tezdən oyanmışam. Bu soşabın oldu. Bu da elə əsl anan yeri. Gəl ana sözünü dəyişməyəm. Heç anan yeridir. Hayatım, neymişsən? Həyatım demədi ana. Həyatım deyəndə belə, laf belə ədiyirəm, pis günə düşürəməyim mən. Sənə qurban olaram, nə fikirləşirdin? Baxma, birdən 8 Mart'ı fikirləşərsən. 8 Mart deyəndə ki, Jalə, mən ümumiyyətlə 8 Martda, 9 Martda, 10 Martda, ümumiyyətlə 365 gün səni fikirləşirəm. Yəni, 11 özel günə bir şey yoxdur, aidiyyəti yoxdur. Nədir caba? 530 manatlıq çek. Şeydir, o qalsın da sürprizdir də, o yəni sürprizi pozmaya. Sürprizdir? Deyirəm, mən indidən bilim də. Mən sürprizləri xoşlayıram axı. Bu da keçən dəfəki deyir ha. Birdən gedərsən, sürpriz eləyərsən, mənə karandaşla yenə şəkil çəkdirərsən. Yəni bil ki, xoşlamıram da onu, xoşum gəlmir. O şəkildə xoşun gəlmir sənin? Xoşum gəlsəydi divara vurardım da, aparıb şkafın içinə yapışdırmazdım. Şkafın içinə yapışdırmısan o şəkili? Harada şkafın içindədir? Gözün görmür axı, get bax şkafa. Şkafı aç. Paltarları qaldır. Qaldır. Qaldır, orada klok var. Bax, onun içində. Bilirəm mən o şəkil. Sən də oxşamır bu saat. Cavab bəsdir də, pisdir də pisdir. Bu dəfə elə sürpriz eləmə.